Salam, gününüz xeyir olsun. Bugün söz yaradıcılıq sınaq 5 işləyəcəyik. Hansı sözün tərkibinə görə təhlil biçinçilikdir sözündən təhlilə eynidir. Yəni, deməli, 3 dənə leksik, bir dənə qrammatik lazımdır bizə. Tənliklərdir. 3 dənə leksik yoxdur, yəhərləndi yoxdur, yaşanıldı, bəli, incit. İlk 2 dənə leksikdir. Xeyr, yaş, yaşa, yaşan, 2 dənə leksik, 3 dənə leksik, bir dənə qrammatik C variantı. Sadə sözü müəyyən edin. Təbii ki, sarsıntı və dağıntı sözləri həmişə sadədir. 2-də A. Düzəltmə sözü. Düzəltmə olması üçün leksik şəkilçi olmalıdır. Sevda, sevinmək, hər sevən sevinmir deyə sadədir. Dağıntı, sarsıntı sadədir. Çevir sözü yoxdur deyə qocalmaq düzəltmədir. Niyə? Qoca sözün kökü lı leksik şəkilçi olduğu üçün 3-də Y variantı. Altından xətt çəkilmiş sözlər əsasında müəyyən edin. Biz döyüş meydanından həmişə üzü ağ çıxmışıq. Bugünkü meydana daha inamla döyüş. Doğrudur, yanlışdır. Deməli, quruluşca 2 cür düşünmək olar. Bu səhvdir. Deyilişi, yazılışı fərqlənmir. Bəli, bu doğrudur. 2-ni götürürük. Yanlışdır. Müxtəlif mənalı sözlərdir. Bu doğrudur. Ona görə götürə bilmərik. Hər ikisi kökü və şəkilçidən ibarətdir. Bu da doğrudur, yanlışdır. Verilib səhvdir. Bir-biri amonimlik təşkil edir. Deyil. Deməli, yalnız 2 burada doğru cavabdır. 5. Hansı cərgədəki bütün sözlər eyni köklüdür? Eyni köklü sözlər, deməli, bağban, bağçılıq eyni köklüdür, amma bağla ilə alınmır eyni köklülüyü. Yoxsul, yoxuş, yoxluq bu da eyni köklü olmaz. Əyri, əyilmək, əyri şəkilçisi yoxdur deyə ola bilməz. Sıxlıq, sıxlaq, sıxıntı, sıxıntı ilə sıxlaş eyni köklü deyil, çünki birinə feilə qoşulub, birinə sifətə qoşulub. Amma kəsinti, kəskin, kəsilmək burada hər üçü feilə qoşulub və cavab Y variantı. Hansı sözlər ön şəkilçi artırılsa, tərkibinə görə təhlil leksik kök leksik sxeminə uyğun olar. Deməli, dinçlik, yəni nadinçlik, leksik, dinç kök, lik leksik. Bəli, biri götürək. Gəmiçi, nagəmiçi olmur deyə ola bilməz. İkiləri çıxıram, biriləri götürürəm. İkiləri çıxdım, ikiləri çıxdım, ikiləri çıxdım. Birinə bunların arasında qalıram. Aynandır. Rahatlıq, narahatlıq. Bəli, baməzə, burada başqa leksik yoxdur, bir leksik, bir kökdür. Deməli, 1-3 varsa 4 səhvdir, tamamlıq, natamamlıq ola bilər, söhbətçil alınmır. Deməli, dadaş, 6-da D variantı. 7. Sadə sözlərdən ibarət cərgə. Aşpaz düzəltmə, dülgər düzəltmə, miskər düzəltmə, yelpik düzəltmə, qaşıq və çirkin sözləri isə sadədir. Klassiya tamamlayan nümunələri müəyyən edin. Mürəkkəb söz işlənmiş cümlə. Məhəbbət dərk etmir ağlın sözünü. Dərk etmir. Deməli, burada mürəkkəb sözdür. Deməli, azadlığı müdafiə edənlərin müqavimət göstərmə gücü zülm edənlərin gücündən daha çoxdur. Müqavimət göstərmək. Burada biri götürək. Ağıl da, qəlb də eşq atəşin qığılcımlarıdır. Mürəkkəb söz işlənmiş. Deməli, burada yoxdur. Azadlıq dərk olunmuş zərurətdir. Dərk olunmuş. Aha. Ağıl, kəmal, bu da mürəkkəbdir. Ağlı bir adam qadınlar haqqında nə düşündüyünü söyləməz. Bu da yoxdur. 1-3-4 doğru variant, E variant. Hansı söz quruluşca mürəkkəbdir? Mürəkkəb olması üçün ən azı 2 kökdən ibarət olmalıdır. Qardaş sadədir. Xəzinədar, dar leksikdir, düzəltmədir. Asılqan, qan leksikdir, düzəltmədir. Keş, leksikdir, düzəltmədir. Soyad isə mürəkkəb sözdür. Cavab B variantı. Hansı cümlədə feildən düzəlmiş isim işlənir? Sevdanın çəkisi xeyli artmışdı. Çək sözün kökü, çəki burada feildən düzələn isimli cavab A variantıdır. Baxaq obrislər, düzgünlük, düzgün sifətdən düzəlmiş isimdir. Buğdan da bugün əkin.
Burada leksik çəkici yoxdur. Qırıcılar. Qır feilindən qırıcı əmələ gəlib olmaz. Sifətdir. Qorxaq sifətli feildən sifətlilərdir. Amma çəki sözündəki çək feilindən çəki ism əmələ gəldiyi üçün cavab A variantıdır.